Əziz qardaşım, müsəlman həm qəlbinin təmizliyinə diqqət etməlidir, fikir verməlidir, həm də bədəninin. Buna deyirlər zahiri təmizlik. Vallahi, hər iki təmizliyi dindən hesab edilir. Var qəlbin təmiz olması, küfürdən, asilikdən, bidətdən, günahlardan və s. Var bədənin təmiz olması, necasətdən və s. Bəzi müsəlmanlar birinə fikir verir, birinə fikir vermir. Xeyr, qardaş, hər iki təmizlik dindəndir. Ona görə İmam İbn Teymiyyə rahimehullah öz fətavasında deyir ki, Ənəllaha əmara bi taharətil qalb. Allah qəlbin təharətini, yəni təmizliyini əmr edib. Və əmara bi taharətil bədən, həmçinin bədənin təharətini, təmizliyini əmr edib. Və buyurur ki, və kilə taharəteyni minəd-din. Hər iki təharət, təmizlik dindəndir. Hər iki təmizlik dindəndir. Müsəlman hər ikisinə diqqət etməlidir. Ona görə Allah subhanahu və teala buyurur, İnnəllaha yuhibbu təvvabin və yuhibbu əl-mutatahhirin. Allah tövbə edənləri və təmizlənənləri sevir. Sual, Rəşad qardaş, burada təmizlənənlər deyiləndə kimlər qəsd edilir? Hər iki təmizlik qəsd edilir. Həm qəlbin təmizlənməsi, həm də zahirin, bədənin təmizlənməsi qəsd edir. Allah qəsd edilir. Allah subhanahu və teala təmizlənənləri sevir.